Sular kəsildi, təzyiq zəifdir. Atsiya fəaliyyət göstərə bilmir. Bu şikayətlər demək olar ki, hər gün sosial şəbəkələrin, xəbər saytlarının ana xəttini təşkil edir. Su kəsilən kimi aidiyyatı qurumların yaxasından yapışmağa, haqlı olaraq və yaxud haqsız olaraq narazılıq etməyə adət etmişik. Yaxşı, bəs su gələndə nə edirik? Bax, mənzərə göz qabağındadır. Təəssüf ki, bir çox vətəndaşımız suyun gəlişini sevinc obyektinə yox, əsl israfçılıq kampaniyasına çevirir. Məişətdə, həyət evlərində, binaların damında quraşdırılan su çənləri olur, daşır, amma nə motoru söndürən var, nə də krantı bağlayan. Təmiz içməli su saatlarla boş-boşuna yollara, asfalta axır. Kimisi həyət yanı sahəni sulamaq bəhanəsi ilə, kimisi də sadəcə laqeydlikdən krantları sona dək açıq qoyur. İçməli suyun tonlarla israf edilməsi gələcəkdə qarşılaşacağımız quraqlıq təhlükəsini sanki hər kəsə unutturur. Ən qəribəsi isə odur ki, qapısının ağzından çay axıdan, çəninin daşmasına məhəl qoymayan həmin vətəndaş bir neçə saat sonra suyun təzyiqi düşən kimi yenidən şikayətə başlayır. Sistem normal işləmir, vətəndaş incidilir deyib günaha tamamilə qarşı tərəfə yükləyirik. Əlbəttə, aidiyyatı qurumların fəaliyyətində texniki problemlər, qəzalar ola bilər və bu tənqid olunmalıdır. Amma qəbul etməliyik ki, mövcud su qıtlığı fonunda ən böyük zərbəni elə öz laqeydliyimizlə özümüzə vururuq. Ekspertlər isə xəbərdarlıq edir, içməli su tükənən resursdur. Bugün yollara boş yerə axıtdığımız hər damla sabah övladımızın susuz qalması deməkdir. Dövlət qurumlarından keyfiyyətli xidmət tələb etmək hər birimizin hüququdur. Lakin verilən sərvəti qorumaqda hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Çənləri nəzarətsiz buraxmazdan, krantı açıq qoymazdan əvvəl bir anlıq düşünmək lazımdır. Unutmayaq, tənqid etməzdən əvvəl özümüzdən başlamalıyıq. Suyu israf etməyi dayandıraq ki, sabah şikayət etməyə əsasımız və ən əsası içməli suyumuz olsun.